Salam, hər birinizə yeni test izah videosunda xoş gördük. Bugünkü test izah videomuz DİM 2025 toplu amillər, amin turşular, zülallar bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqlar izahı olacaq. İkinci hissə DİM test toplusudur yeri gəlmişkən. Vaxt itirmədən keçək suallarımızın izahına. Birinci sualda deyir ki, eyni amin turşudan əmələ gələn dipeptidi molyar kütləsi 132 qram bölmək olarsa, bu amin turşunun və ona əmələ gətirdiyi tripeptidin molyar kütləsini hesabla. Biz demişik ki, dipeptid məsələlərində hökmən dipeptidi yazmalıyıq. Yəni 2 mol amin, bu sxemi yazmalıyıq. 2 mol amin turşudan dipeptid alınır, plus 1 mol su alınır. Molyar kütlələri həmişə aşağı yazın, 132 və su burada, suyun molyar kütləsi 18-dir. Amin turşunun molyar kütləsini bilmirik, A desək, 2 mol olduğu üçün 2A. Maddə kütləsinin saxlaması qanunundan istifadə eləsək, 2A bərabərdir 132 plus 18, A da bərabər olacaq, bu 150-75. Deməli, bu amin turşunun və onun əmələ gətirdiyi tripeptidin molyar kütləsini hesablayın deyir. Amin turşumuzun molyar kütləsi 75 oldu. Tripeptidin molyar kütləsi 3A-dan tripeptid yazacağıq. Plus 2 mol su. Amin turşunun nisbi molekul kütləsi 75 olduğunu bilirik. 3 vur 75 bərabərdir. Yəni maddə kütləsi saxlaması qanunu. Tripeptidimizə X plus 2 mol su 36. X da bərabər olacaq. 3 vur 75 çıx 36-nı hesablasaq. Bunu təbii ki, kalkulyatorla hesablayacağım. 225-dən 36, 189. Deməli, ikincinin də cavabı 189 olacaq. İkinci sualda deyir ki, üçlü amin, molekulda karbon atomlar sayı minimum, molekulda polyar kovalent sayı X, tərkibində ən az sayda karbon olan üçlü amin, doymuş üçlü amindir bu, yazacağım. Və biz demişdik ki, aminlərin birlikli üçlülüyü fərqləndirmək üçün ən rahat yol nədir? Əgər bir azota 3 karbon eyni zamanda birləşirsə, bu üçlü amindir. Və mən ən az sayda karbondan istifadə edərək yazacağım üçlü amin trimetil amindir. Burada polyar kovalent rabitələrin sayını istəyir. N3'dür, N3'dür. Polyar kovalent rabitələrin sayını istəyirsə 3, 3, 3, hidrogenlərdən 9, 1, 2, 3, SN rabitələrdə 3, bu da eləcək 12 polyar kovalent rabitə. Üçüncü suala baxırıq. Glisin, alanin, amin turşulardan alınan dipeptidlərin nisbi molekul kütləsi M1, M2, M3, M3 böyükdür M2-dən, o da böyükdür M1 olarsa, M3 minus M1 fərqini və Y-in molekulunda olan atomların ümumi sayını müəyyən edin. Deməli, mən amin turşular dərsini izah edərkən şagirdlərə belə deyim də, asan yol deyim, yoxsa bir göz yaddaşı kimi deyim. Deyirəm ki, amin turşuları sizə ən çoxu 4 amin turşu verə bilər. Ən çoxu 4 amin turşu, yəni sirkə turşusunun amin turşusu, yəni glisin dediyimiz MR75, yəni bizim öyrəndiyimiz doymuş monoamin monokarbon turşularda MR75 birinci amin turşu, ikinci 89, bu alanin, bax bu glisindir, bu alanindir. Üçüncü 103, bu amin butan turşusu və uzağı dördüncünü də verər ya verməz, heç o qədər vermir, 117 amin pentan turşusu. Yəni burada 2 karbon N, 3 karbon N, 4 karbon N, 5 karbon N. İndi orada oksigen, hidrogen, oksigen də 2 dənədir. Hidrogenlərini də tamamlasaq, 2, biraz bunları belə sağdan yazsam. Yəni, glisin S2, H5, NO2, alanin S3, H7, NO2, bu S4, H9, NO2, bu da S5, H11, NO2 kimi yadda saxlaya bilərsiniz. Emerlərini göz yaddaşına yadda saxlayın.
Glisin əməli 75-dir, alanı da 89-dur. 14-14 fərq. İndi bunların yaradacağı 3 müxtəlif amin turş dipeptiddən molyar kütləsi ən böyük olan Z-dirsə, deməli bu alanin dipeptididir. Bilirik ki, amin turşlar həm özləri bir-biri ilə eyni amin turşu molekulları arasında, həmçinin müxtəlif amin turşu molekulları arasında dipeptid yarana bilər. Və Z-in molyar kütləsi ən böyükdürsə, Z deməli alanin əmələ gətirir dipeptid. Yəni 2 mol alanindən Z dipeptidi və 1 mol su yaranır. Və 2 mol alanindən yaranan Z dipeptidi molyar kütləsi də 2 vurulsun alanin 89 bərabərdir. Z plus 18 desək, 2 vur 89-da bir kalkulyator. Bu 2 vur 89 çıx 18. 160 edir bu. Deməli 160 bunun emeridir. Baxın bu 160. Sonra ikincisi ən kiçik olan glisin dipeptidi olacaq. Yəni emeri kiçik olan. Bu X. 2 mol glisindən də X dipeptidi və 1 mol su əmələ gəlib. Bu da 2 vur 75 bərabərdir. X plus 18. 150 çıx 18. 132. Deməli X 132 olacaq. Və Y isə alanin üstün gəlsin glisin dipeptidi Y üstün gəlsin 1 mol su və alanin 89 glisin 75 bərabərdir. Bu da bunu düzəldə 132 eləyək. Bəli, 18 yazsaq 89 üstün gəlsin 75 çıxılsın 18 156. Y-də 156. İndi deyir ki, M3 minus M1 fərqini, yəni 160 çıx 132 fərqi 18 eləyir bu. 18. Y-in molekulunda olan atomların ümumi sayını Y budur. Yəni glisin və alaninin dipeptidin atomların sayını istəyir. Deməli, baxın, burada biz glisin və alanini yazdıq. Burada sizin uzun-uzadı quruluş formulu yazmağınıza ehtiyac yoxdur. Glisin C3H7NO2 idi. Alanin C2H5NO2 idi. Və bunlardan siz sadəcə 1 mol suyun atomlarını çıxacaqsınız. Yerdə qalan atomlar qədər atom var deməkdir. Yəni 10, 13 burada var. Bu da CH2 qədər fərqi olacaq. 10 olacaq. Yenə də istəyirsiniz hesablasa belə 10 olacaq. Və buradan da suda yaranan atomlar çıxsaq 3 atom çıxacaq. Deməli 20 mol atom olacaq. Və ya molekulunda atomların sayını deyirsə sadəcə 20 olacaq. İkincinin də cavabı sadəcə 20 olacaq. Gördünüz, heç uzun-uzadı formullar yazmağa ehtiyac yoxdur. Mən heç formulunu da tamamlamadım. Nə edirəm? Uzatıb istəsəniz eləyə bilərsiniz təbii ki. Dördüncü suala baxırıq. Qapalı sistemdə eyni mol sayda götürülmüş azot və etilamindən ibarət qaz qarışığının yanmasından 67,2 litr normal şərait, yəni 3 mol azot alınmışdır. Başlanğıc qarışığın həcminin normal şərait litrdə və yanma zamanı alınan karbon qazının kütləsini hesablayın. Deməli, azot yanmır. Azot nə qədər var olduğu kimi son qarışığa qalacaq. Etilamin C2H5NH2-dir. Yanma reaksiyanı rahat olsun deyə hidrogenləri buraya yazacağım. Etilamin tam yandıqda, bu ətraflı yazıdır deyə mən məcbur bunu tam yandırıb yazacağım. Amma məndən olsaydı belə yazmazdım. Təbii ki, daha qısa yol yazardım. İndi bunu əmsallaşdırsaq, bura bir 2 ataq, bura 4 ataq. Və bura 1 qalsın, bura 7. 4 8 üstə 7, 15. Bura 7, 15 olması üçün 15 bir də 2-yə vuraq 4, 8, 14, 2. Bu şəkildə. İndi qapalı sistemdə eyni mol sayda götürülmüş azot və etilamindən ibarət qaz qarışığının yanması. Fərz edək, A mol azot var. Deməli, son qarışıqda da A mol azot olacaq və A mol etilamin varsa, bundan azot 0,5 alınır. Çünki 4-dən 2 alınırsa, A'dan 0,5 A alınır.
67,2 litr azot almışdır. Alınan azot ilkindən artıq qalan bir yanmayan azot, bir də reaksiya etilaminin yanmasından alınan azotdur. Burada bir şey deyim. Mən məsələn etilaminin yanmasını şəxsən bu şəkildə eləyərdim. Daha qısa. 2 mol CO2, 3,5 su, 0,5 N2. Yəni 1-ə 2-dirsə, A-ya 0,5 adı deyib daha qısa kəsərdim. Onu da göstərmək istədim. Azotların mol cəmi 1,5 A bərabərdir. 67,2 litr normal şərait 3 A bərabərdir 2. Bizə deyir ki, başlanğıc qarışığın həcmini normal şərtdə litrdə soruşulur. Qapalı qabda demək ki 2 mol azot olub. İki mol etilamin olub. Və oksigen də olub burada. Birinci burada oksijeni saymayıblar. Bu bir. İkincisi də qapalı sistemdə eyni molda. Yəni qapalı sistemdə siz bunu nə molda götürün. Bu qaz qarışığının həcmi qabın həcmi qədər olacaq. Qabın həcmini də bizə vermədiyi üçün biz bunu bilmirik. Buradan bir şey deyə bilərik. Yəni əgər həmin qabda 67,2 litr azot alınmışsa, yəni belə bir fikir irəli sürə bilərik ki, elə qabın həcmi də 67,2 litr olub. Sadəcə bu tip suallarda yəqin fikirləşirəm bunlar nəyi başa düşür? Bunlar nəyi vermək istəyirlər? Bu sual yazanlar. Yəni burada neçə mol alınıb bu? 2 mol, 2 mol, 4 mol var. Biz bunu sabit təzyiqli qaba keçirsəydik, bu qarışıq neçə litr həcm tutardı? Bunu bəlkə də demək istəyirlərsə və oksigeni bilmirəm, orada nəzərə alıblar yoxsa yox, heç oksigendən söhbət yoxdur. Bu bir. İkincisi, biz amol, məsələn, etilamin yanır kimi fərz elədim. Bəlkə etilamin heç tam yanmayıb. Tam yanma da demir. Amma sual başdan ayağa problemdir. Çünki amol etilamin yana bilər. Bəlkə A mol etilamin yox idi, orada 2 A mol etilamin var idi. Bunu biz bilmirik. Tam yanma desəydi, bir deyərdim ki, hə, A mol etilamin hamısı yanmağa sərf olunub və buna görə mən oksigeni də tapa bilərdim və 3 qazın ümumilikdə mol miqdarını tapıb, sonra bunların düşündüyü kimi normal şərait deyib, bu qaz qarışığının həcmini hesablaya bilərdim. Bu cür eləyə bilərdik. Amma bu vermədiyinə görə sual mənə görə yanlışdır. Sualda belə deyək də çatışmayan cəhətlər çoxdur. Bu bir problem. İkincisi, bunlara görə nə olardı? Yəni bunların düşüncəsini onsuz öyrəşmişik. Əslində nədir? Yəni, bunlar nə demək istəyib? Bu sualı vermək yəqin demək istəyib ki, azot və etilamindən ibarət qaz qarışığın normal şərait verirlər, hər yerdə normal şərait verirlər. Normal şərait əslində sabit təzyiqli qab və yəni 1 atmosfer təzyiq və temperaturda 0 Kelvin, daha doğrusu 0 dərəcə Selsi 273 Kelvin. Çox danışdığım sual barədə sadəcə səhvlərini göstərmək istəyirəm. Bunların dediyindən belə çıxır ki, burada 2 mol qaz, azot və etilamin varsa, indi etilamin də tam yanıbsa, o zaman 89,6 litr qarışıq olur və alınan karbon qazının da kütləsi 4 moldan 8 mol alınır. 2 mol, A-nı artıq 2 tapmışıq. 2-dən də 2 dəfə az 4 mol alınır. 4 vur 44, 4 4-ün 16, 176 qram. Yəqin ki, cavab 176 qramla 89,6 çıxıb, amma o deyil. Yəni, bu sual yarımçıqdır. Bu sual tam sual deyil. Başlanğıc qarışıq deyir, oksigen nəzərə almır yəqin ki. Bəlkə də nəzərə alıblar. Amma oksigenə aid heç bir şey verməyib. Oksigen tapacaq heç bir yol qoyulmayıb yəni. Nəysə, vaxt keçir. 14 dəqiqədə izah eləyirəm, amma hələ 4-cü sualdayım. Çünki ətraflı danışıram biraz. 5-ci sual deyir, nisbi molekul kütləsi 103 olan beta amin turşunun quruluş formulunu yazın.
Deməli, amin turşuların ümumi formulun rahat olar ki, CnHCl plus 1 NO2 kimi yazasınız. Bu da 14-in üstə gəlsin 47-dir, 103. N bərabərdir 103-dən 47 çıxsaq 13-dən 7 6 56 56-nı da 14-ə bölsək 4 N4 N4. İndi bu beta amin turşudursa doymuş beta amin turşudur. Belə beta amin alfa beta NH2 burada. Bu turşunun əmələ gətirdiyi tripeptid molekulunda sigma rabitələrini hesablayın. Buradan durub tripeptidin formulu necə olacaq deyə biz zəncir açmamıza qətiyyən ehtiyac yoxdur. Nə eləyəcəyik bəs? Baxın. Burada bu formulda rahat şəklə gətirsək C4H9NO2 formuludur və burada 4 13 14 o da 2 16 atom var. 16 atom var bunun. Tripeptidə keçəndə nə baş verir? Bundan 3 mol götürülür. Tripeptid alınır və 2 mol da su əmələ gəlir. Mənə maraqlıdır nədir? Tripeptiddəki atomların sayını tapacağam və sigma rabitələri də istədiyi üçün açıq zəncirdə həmin atomların cəmindən 1 çıxacaq. Deməli, molekulda 16 atom var. Bunu 3-ə vurub bərabərdir. X plus, burada da atom sayı 6-dır. X bərabər olacaq. 48 çıxaltı 42 atom var və cəmi tripeptiddə 42 atom varsa 1 çıxsam 41 sigma rabitə olacaq molekulunda. Bu qədər. 6-cı sual. Deməli, CH3NH2 oksigen 1 mol N2 amol. Burada 1 mol N2 var. Yəni CH3N2 tam reaksiya girib deməkdir. İndi neçə mol CH3N2-dən 1 mol N2 alınar? Təbii ki, azotları bərabərləşdirməyə çalışsam 2. Deməli, metilamin 2 mol olub. A2 imiş. Deməli, CnHCl də 2 mol olacaq. Və bu qarşının kütləsi 174-dürsə, metilamin emeri 31 olacaq. Bu da 14-dür. 2-ni vururuq buna, bu edir 62. 2-ni də buna vuranda 28. 62 üstə gəlsin 28. N bərabərdir 174. 174 çıxırsa 62. Kalkulatorum var, amma yenə də belə hesab verirəm. 112 ilə 28-i bölsək 3 eləməz. 4 2 8 4 8 4 4 2 3 yazda yatdı 4 2 8 və deməli N4 A2 N4 A2 N4 bu qədər. 7-ci sual. Doymuş alfa-tip birli amin molekulunda asimetrik karbon atomu var. Karbon atomu sayı minimum, polyar rabitənin sayı. Və biz bunu izah edərkən dəfələrlə demişdik ki, bir asimetrik karbonlu və ən az sayıda karbon saxlayan deyirsə, burada birli aminlə verməsi işimizə yarayır. Radikal olaraq ikili butil radikalı götürün. İkili butil radikalı götürüb o funksional qrupu da gətirib onun yanına qoyanda bizə dediyi şərt ödənir. Asimetrik karbon varmı? Var. Ən az sayıda karbondur. Bəli, bundan daha az sayıda karbondan bu formulu yaza bilmərik. Və polyar rabitələr. Polyar rabitələr hidrogenlərdir. Gördüyünüz kimi 6, 8, 9 üstü 2, 11 dənə hidrogenə görə və bir dənə də buradan 12 dənə. 12 dənə polyar var və bunun da səmərəli adı, radikalın adını deyirik ikili butil amin. İkili butil amin və 12 sigma polyar kovalent rabitə. 8-ci sual. Doymuş alifatik aminin 72 qramında 16 mol atom var. Amin molekuluna karbon atomlarının sayını yazın və aminin nisbi molekul kütləsini hesablayın. Doymuş aminlər CN, H2N plus 1, NH2 deyə bilərik və yaxud rahat olsun deyə hidrogenləri burada yazsaq 3. İndi
72 qramda 16 mol atom var. 72 qramda 16 mol atom 14-in üstə gəlsin 17-də 3-in üstə gəlsin 4. 3-in 4 atom var. Mol atom var. 72 ilə 16 nəyəsə yıxsaq gedər kimi görünür mənə. 8-ə. 9 8-in 72 eləyirdi. Bu da 2. Çox eybəcər hesablaması olacaq deyəsən. 28-in üstə gəlsin 34 bərabər 9 üçün 27-in yox 36 9 36 o tərəfə bu n bərabərdir 2. Deməli amil molekulunda karbon atom sayı 2 və amilin nisbi molekul kütləsinin 14 plus 17 demişdik. 14'ü 2'ye vursa 28 üstə gəlsə 17. Bu da 5, 3, 4, 45 eləyəcək cavab. 9-cu sual. 9 qram etil amilin tam yanma məhsullarına suyu ayırdıqdan sonra qaz qarışığını artıq miqdarı əhin suyu ilə keçirdi. Qarışıqlardan bir tam reaksiya daxil olur. Etil amil C2H5NH2 fikir verdim oksigenli bir şey istəmir deyə mən də tam yanma reaksiyasını belə yazacağam. 2 mol CO2 alınır. 5, 2. 7 hidrogen görə 3,5 mol su alınır. Və 1 azota görə də 0,5 mol N2 yazıram. Bu 1 mola görədir. İndi etilamin emiri bayaq tapdıq da 45. Buradan 2 mol CO2, 3,5 mol su, 0,5 mol azot alınır. 9 qramından isə 5 dəfə azalıb da 5 dəfə azaldacaq. 0,4 mol CO2, 3,5 5 0,7 mol su və 0,1 mol azot alınır. Bu suyu onsuz da çıxarıblar. İndi deyir ki, suyu ayırdıqdan sonra əhəng suyundan keçirilir. Yəni karbon qazı və azotdan ibarət qarışıq 0,4 mol CO2 və 0,1 mol N2-dən ibarət qarışığı əhəng suyundan keçir. Qazlardan biri tam reaksiya daxil olur. Qazlardan biri, yəni karbon qazı əhəng suyu ilə reaksiyaya girir də və əhəng suyu olan qabdan, baxın, əhəng suyu olan qabdan biz bu qazların ikisini də keçirsək 0,4 mol CO2 reaksiya girib qabda qalacaq. 0,1 mol N2 qabı tərk eləyəcək. Çünki reaksiyaya girmir. Və əhəng suyu olan qabın kütləsi neçə qram artdığını, neçə qram artacaq? Təbii ki, reaksiyaya girən CO2 qədər 0,4 vur 44. Bayaqları bunun 17,6 qram artacaq. Və neçə litr qazın əhəng suyu ilə reaksiya daxil olmadığını hesablayın. 0,1 mol azot reaksiya daxil olmayıb. O da normal şəraitdə 2,24 litr deməkdir. Bu və bu cavablarımız olacaq. 10-cu suala baxırıq. Reaksiya daxil olan doymuş monoamil monokarbon turşuları X plus X alınan dipeptid. Bu alınan dipeptid molekulu. Bunu veribsə, bunu niyə verib? Nəysə. Deməli, biz monoamil monokarbon turşuları X ilə X-in reaksiyası 2 dənə X-dan dipeptid alınıb və 1 mol su alınır. Bunu yadda saxlayırıq. İndi 2 mol amin turşu bilmirik. 2x bərabərdir. Dipeptidimizin molyar kütləsi 132, suda 18. X-in molyar kütləsi eləyəcək 75. Bayaq nə dedik? 75 glisindir. Belə olanda rahat yadda saxlaya bilirsiniz. Glisində X glisin olduğu üçün 75-ə görə C2H5 NO2 idi. Və yaxud siz belə də eləyə bilərsiniz bunu. 14 plus 47 bərabərdir deyib 75 N2 tapa bilərsiniz. Bu yəni qeyri-adi bir yol deyil. Sadəcə ilk 3 dərsin emerin yadda saxlayanda işiniz daha tez başa gəlir. Bunu demək istəyirəm. Bu glisin, X glisin və alınan dipeptid molekulunda atomların ümumi sayını 17 verib. Həqiqətən də 17 eləyəcək. Çünki glisin özündə 10 dənə atom var. 2 vur 10 bərabər olacaq. Burada 3 dənə atom varsa, 20-dən 3-ü çıxsaq 17 bu dipeptid üçün qalır. İndi XY-ə baxıram. Glisin, X glisindir. Glisin, üstü gəlsin Y alınıb
Bunun dipeptidi. Fikir verin, dipeptidi elə adi söz şəklində yazıram və 1 mol su. Gliserin emeri 75 plus y bərabərdir 146 plus 18. 146 ilə 18-i toplayıb buradan 75 çıxmalıyam da elə. Bunu mən şifahi eləməyim biraz çətin ola bilər. Kalkulyator. 146 üstü yazsın 18 çıxılsın 75. Bu da edir 89. Y də 89'dursa bu da alanindir. Zaten bunu demiştik. Alanindir. Y alanindir. İndi alaninin əmələ gətirdiyi dipeptidin emerini istəyirsə, dipeptidin emerini istəyəndə əgər amin turşu molyar kütləsini verirsə, dipeptid mürəkkəb efir kimidir. Toplayıb 2'yə vurursunuz. Yəni alaninlə alanini 89'dan 89'u toplayacaq. Toplayıb 2'yə vurursunuz, yox, bağışlayın. 2'yə vurub, indi burada eyni amin turşu olanda və yaxud toplayıb 18 çıxırsınız. Çünki su ayrılır, dipeptid yaranır. 89'dan 89'u toplayıb 18 çıxacaq. Bayaq hesablamışdıq, yadımda qalmıyor. 160. Bu elədir, 160. İndi bu molekulun atomların sayını tapmaq istəyirəm. Alanin C3 H7NO2 idi. Bunda atomların sayı 7, 13'dür. Bunu vuracağım 2'yə. Və bundan çıxacağım. Dipeptid yanında 1 mol su çıxır. 1 mol suda da 3 mol atomu. 3. 26'dan 3 çıxanda 23 eləyəcək. Deməli B-də 23 olacaq. Gördüyünüz kimi uzun uzadı reaksiyaları yazmıram. Qısa yollarla həllini verməyə çalışıram ki, sizin üçün rahat olsun. 11-ci suala keçirik. 0,5 mol alkilamin tam yamasına alınan qaz qarşılığında şərtdə içərisində artırmaya götürülən suya olan qabdan buraxıb qabın kütləsi 66 qram artmışdı. Bayaq da biz gördük ki, alkilamin yanında etilamin idi. Onu yanma məhsulların əhəng suyu ilə buraxdıqda, qaz qarşılığında əhəng suyu ilə buraxdıqda əhəng məhlulun kütləsi reaksiya girən karbon qazı qədər artır. Deməli, buradan nəticəyə gəldiyimiz nəticə nədir? Demək ki, 0,5 mol alkilaminin tam yanmasından, görürsünüz tam yanma deyib, ağıllıdır bunu sual yazın. Tam yanmasından 66 qram artım olubsa, deməli, əhəng məhlulunun keçirində 66 qram artım olubsa, deməli, bu 0,5 mol alkilaminin tam yanması nəticəsində 66 qram karbon qazı alır. Alkilamini tanıyırıq mı? Tanımırıq. Sen, H2N, üstün yazı 3N. Rahatı budur. Bunun N mol CO2 alınacaq. Mənə qazlar lazımdır. 0,5 mol N2 alınacaq. Qaz qarşı. Və 0,5 molundan neçə qram karbon qazı alınıb? 66 qram. Əhəng məhlulun artım verdiyinə görə 66 qramı CO2 aid elədim. 3-cü dəfədə deyirəm. 1 mol da yazıram. 44'e. 66 ilə bu gəndə burada 1,5 qalır. 0,5 n bərabərdir 1,5, n bərabərdir 3 olacaq. Yəni C3 H neçə eləyir bu? 3, 9 n. Aha. Bu alkilaminimiz budur. Aminimiz. Karbon atomlarının sayını tapdıq. N3. Və yanma zamanı alınan qaz qarşının həcmini hesablayın. Heç də burası da rahat. Çox rahat. Niyə? Artıq mən belə deyim də, belə yazacağım. 0,5 moldan alınan istəyir, bu qoy n qalsın, buna dəyməyim. N3 tapmışam, buna qoyun qram. 3 mol CO2 və 0,5 mol. Bunun 1 molundan, bu alkilamin 1 molundan. 3 mol CO2, 0,5 mol N2 alınır. Yəni 1 mol, 3,5 mol qaz qarşılığı alınırsa, 0,5'dən də 3,5 3,5'i 2'ye bölen 35'i 2'ye böləndə 17'də 1,75 mol. Və 1,75'i vurmalıyam 22,4'dəki normal şəraitdəki həcmi hesablayım. 1,75 vurulsun 22,4. 39,2 litr normal şərait. İkincinin cavabı da budur. 12. Glisin və alanin bircə peptidi. Molekula peptid rabitənin sayı 2-dirsə, deməli tripeptiddir. Glisinlə alaninlə tripeptid alınır. Çünki peptid rabitənin sayı suyu moluna bərabər olurdu. O da amin turşulardan bir vahid az olurdu.
Yəni tripeptid alınmalıdır ki, içində 2 dənə peptid rabiti olsun. Molyar kütləsinin X-in minimum və maksimum qiymətini hesablayın. Glisin bildiyimiz kimi 75 idi, alan isə 89 idi. Maksimum kütlə və ya minimum kütlə eləmək üçün bircə peptiddir. Hökmən ikisi də olmalıdır formulada. Və glisinlə alanın mol cəmi birlikdə 3 moldur. Əgər mən minimum kütlə istəyirəmsə, alınan tripeptidin minimum MR-ə malik olmağını istəyirəmsə, glisini 2 mol götürəcəm, alanını 1 mol. Cəm 3 mol olmalıdır. 2 mol glisin, 1 mol alanin götürəcəm ki, MR-i daha kiçik olan bircə tripeptid ala bilim. Bu da 2 vur 75, 150, üstə yenəsin 89 bərabərdir x plus 36. X-ə bərabər olacaq. Bunu hesablayaram. Qoy bir dənə də bu maksimum qiyməti üçün yazım. Maksimum qiymətini yenə glisinlə alanın mol cəmi 3 olmalıdır. Çünki tripeptid alınacaq. Bu səfər MR böyük olanı 2 mol götürəcəm ki, daha böyük MR-ə çata bilim. Deməli 1 mol glisin, 2 mol alanin götürürəm. Bu da eləyir tripeptid və 2 mol su. 75 üstə yenəsi 89 2 var neçə edir? 92 vuranda 180 eləyərsə 2 çıxsa 178 bərabərdir 36. Bu da y deyək. Y deməyə bərabər olar. Hesablamalar deməli 150 bu 203 bu da 217. Bəli. Glisin alan emirlərin verilmiş ki burada. Cana baxmamışdım. Deməli, nə oldu? 203 və 217 cavablarını aldıq. Keçirik 13-cü suala. Alanin peptidi. Bilmirik neçə peptid var. Yəni dipeptiddir, tripeptiddir, tetrapeptiddir, bilmirik. Alanin də amma. Yəni 3, C3. Molekuluna hidrogen atomu sayı X, Z maddəsi molekuluna peptid rabitələr. Aha, repeptid rabitə çıxdı ortayasa, deməli bu tripeptiddir. 2 peptid rabitə varsa, deməli 3 alaninlə yaranıb. 3 mol alanin, tripeptid, 2 su və 3 mol alanin. Nə istəyir? Molekula hidrogen atomları sayı. Birinci MR-i tapın. MR bu formulları yazmaq. 3 vur 89 bərabərdir. X plus 36. X da bərabərdir. Bu 231. Hidrogen atomların sayına gəlincə isə hidrogen atomların sayına gəlincə. Alanin C3H7NO2 idi. Yəni alanin molekulunda 7 hidrogen var. Bunu da 3-ə vursaq belə yazacağıq. Hidrogen atomların sayına görə bu bərabərliyi yaratacaq. Tripeptiddə fərzə Y sayda hidrogen var. X deyib, buna X deyək. Plus hidrogenlərin 4-ü suya keçir. 3 vur 7 bərabərdir X plus 4. Hidrogen sayına görə bərabərlik qursaq. X bərabər olacaq. 21-dən 4 çıxsaq 17 olacaq. 17 və 231. 14-cü suala baxırıq. Molekulda maksimum X sayda polyar kovalent rabitə olan alkil aminin 0,125 molun tam yanmasından 22,4 litr normal şəraitdə karbon qazı almışdır. Alkil amin 0,125. 4 karbonu var. Çünki 0,125 moldan 1 mol alınıbsa 1 moldan 4 mol alınır. Yəni bunu mən görə bildim. Yəqin ki, digər şagirdlər də görə bilirlər. Amma görə bilmiriksə nə yazırıq? CnH2n plus 3n alkilamin yazırıq. Və bundan M mol CO2 deyirik alınır. M plus 1,5 mol H2O alınır və deyirik, nə deyirik? 0,5 də azot alınır. Mən bunu biraz daha sola çəkim. Çəkənmədim. Çəkdim. Və 0,125 moldan 22,4 litr, yəni normal şəraitdə 22,4 litr 1 mol deməkdir. 1 mol karbon qazı alınıbsa,
Molun altına əmsal 1 moldan da deyirəm n mol yaranar. Yəni bərabər 4. Yəni bu C4H11 2 4 8 n'dir. Budur. Aminin kimya formulunu yazın. Yazdıq. Yəni neçəli amin olduğunu deyir. Hə. İndi burada polyar rabitələrin sayı maksimum olan amin deyir. Bu bunun ümumi formuludur. Kimya formulu tam olaraq demək olmaz. Çünki həqiqi formunu ifadə eləmir. Bu formulu polyar kovalent rabitələrin sayı maksimum olacaq şəkildə yazsaq, mən belə bir qayda vermişdim. Qaydada demişdim ki, qaydamızda nə demişdik? Göstərək. Nəzəriyyə gəlsin ortalığa. Bizim hazırladığımız nəzəriyyə, mübarək nəzəriyyə. Qoy görək. Bunu keçən dərs sahında da vermişəm. Eyni sayıda karbon saxlayan birli, ikili, üçlü alkilamin sırasında, məsələn bu. Polyar kovalent rabitə sayı CH və CN sigma 1 vayda artır. Qeyri-polyar kovalent SS 1 vayda azalır. Əsaslıq xassəsi artır. Yəni, biz polyar kovalent rabitələrin sayını çox yazmaq istəyiriksə, üçlü alkilamin yazacaq. Üçlü. Yəni, bunu üçlü şəkildə yazacaq. Üçlüdə necə yazarıq? Bir azot atomuna 3 yerdən karbon birləşdiririk. 4 karbon olmalıdır deyə bunlardan biri etil şəklində yazırıq. Yaxşı mı? 14-cü sualı izah edirəm. Maksimum x saydır. O x-in nə olduğunu baxaq. Bunu hidrogenlərin tamamlasak 3, 2. Hidrogenlər 9, 2, 11 hidrogendən polyar sigma gəlir. 12, 13, 14. Yəni cəmi polyar sigma sayı 14 olacaq. Aydındır mı? Bəli. İndi bunun adına gəlincə isə sual biraz yuxarıda, formula aşağıda qalıb. Səmərəli üsulla adı metil, etil. Deməli, dimetil, etil, amin. Bu da bunun səmərəli üsulla adı olacaq. 15-ci suala baxıram. Alkilamin X, CH sigma rabitənin sayı 8. CH sigma rabitənin sayı 8 olan alkilamin nə ola bilər? Alkilamin birli də ola bilər, ikili də, üçlü də ola bilər. Birli və üçlü alkilaminlərdə H sayı adətən cüt sayda olmur. Çünki birli alkilaminlərin ümumi formulu CnHn plus 1 NH2-dir. CH sigma bu 2n plus 1'dir. Yəni bu cüt deyil. N'in 2'ye vurandan sonra, n nə olur olsun, 2'ye vurandan sonra üstüne 1 gəlsə, bu cüt verməyəcək. Və üçlü, bu birli idi. Üçlü alkilaminlərdə də CnH2n üstüyəsi 3n'dir. Yenə də burada da 3 işləri körlüyor. 2'ye neysə vurub üstüne 3 yəni də cüt verməz. İkili alkilaminlərdə isə CnH2n plus 2NH-dır. Yəni CH sigma rabitənin sayı cütdür. 2n plus 2-ni bərabər edirəm 8-ə, n bərabərdir 3 eləyir. Deməli, mənim 3 karbonum var, amma ikili alkilamin. İkili nə deməkdir? Azota 2 yerdən karbon birləşdirəcəm. 3 karbon varsa birini etil eləyəcəm. Görürsünüz, hidrogen sayıları, karbonlara birləşmiş hidrogenlərin sayı 8-dəndir. Yəni CH sigma rabitə sayı molekulda 8. Burada demirəm, molekulda. Bu sözü burada yazsaydım. X maddəsinin quruluş formunun yazı molekulunda olan qeyri-polyar kovalent, yəni karbon-karbon kovalenti bircə dənə. Formulu yazdıq. 1 formula aiddir. 2'nin cavabı 1 eləyir. Bir dənə qeyri-polyar kovalent var. X maddəsi səmərəli üsulla metil, etil, amin. Metil, etil, amin. 16-cı suala baxırıq. Təzə toplarda sual sayını artırıblar ətraflı yazıda. Yazıb qutarmaq olmur. Vaxt çox gedir. Normal, maksimum qısa yollar demək məcburiyyətinə qalırsan, onunla belə artıq 40 dəqiqədə danışırım. 40-cı dəqiqə.
Normal quruluşlu beta amin turşudan əmələ gələn tripeptid molekulunda 23 hidrogen atomu var. Çox gözəl. Tripeptid. Deməli, 3 amin turşudan trip alınıb və beta amin turşu hissəsi sona. Karbonu tapaq, sonra belli. Plus 2 su. Bunun içində molekulunda 23 hidrogen atomu var. 4 dənə də burada var. A'da da x sayda hidrogen olduğunu fərz etsək 3x olacaq. Hidrogen saylarına görə belə bir bərabərlik qursa 23 plus 4 eləyir. 27-ni də 3-ə bölsə x bərabərlik 9 hidrogen. Və amin turşuların doymuş monoamin monokarbon turşusu olduğunu desəydi daha yaxşı olar. Beta amin turşu deyirdi onsuz da bu of tərifə uyğun gəlir. Sen H2N plus 1 NO2 demişdim. Deməli 2N plus 1 bərabərdir 9 yazsam N 4 eləyir. 4 karbonum var. Bunu beta amin turşu olacaq şəkildə yazıramsa beta bayaqları var idi bu. Alfa beta. Amin turşunun quruluş formulunu yazdıq. Və beynəlxalq nomenklatura ilə adını adlandırarkən COH başlayan karbondan 1, 2, 3, 4 sayıram. 3-də amin qrupu var. 3 amin. Əsas zəncirdə 4 karbon var. Butan turşusu. Almış tripeptidin nisbi molekul kütləsini hesablayın. Bunu da hesablayaq. Almış tripeptidin nisbi molekul kütləsi üçün buranı yenə silirəm. Bu 4 karbonu olandı. Yəni butandı. Deməli, birinci 75 idisə bu 103'dür. 103'dür bu. Bunun emeri 103'dür. İstəsiz buradan 14'ün üstə gəlsin 47 bərabərdir eləyib. N'in yerinə 4 qoysaq 56 üstə 47 gələsiniz. 3 bəli 103. Deməli 3 vurulsun 103 bərabərdir tripeptid x plus 36. X da bunun emeri olaraq bərabər olacaq. Bir dəqiqə bu rahat rəqəm eğridir. 309 çıx 36. 3 7 2 273 ml olacaq. Bu da belə. Bu 16 idi. Ay maşallah, ay maşallah. 17-ci sual. İkili alkilamin. Molekula sigma. İkili alkilamin sen H2N plus 3NH yazacağıq. Molekula sigma rabitələrin sayı indekslərin cəmindən 1 çıxaraq tapırıq. Bunun ikili, ikili, üçlü olmasına heç bir fərqi yoxdur. Ümumi sigma rabitələrin sayı karbon sayları eynidirsə, birlidə də, ikilidə də, üçlüdə də sabit qalır. Sadəcə üçlüdə polyar daha çox, qeyri-polyar daha az olur. Birlidə nisbətən o bir üçlüyə və ikiliyə nisbətən polyar az, qeyri-polyar çox olur. Bu da 3N üstə yansın indekslər cəmi 3, 4, 5'dir. 4 yazacağıq sigmaya görə 9. Çıxdıq. Bir dəqiqə. Sigma rabitələrin sayı. Düz hesablamadım ki. Bu nədir? 3 bura yazmışam. NH şəkildə yazsam 3 eləyəcək. Bəli. Yanlış hesab. Deməli 6 N2 elədi. Yəni bu CH3 ikilidirsə azota 2 yerdən karbon bilir CH. Dimetilamindir. Kimya formulu yazdıq. X maddəli tam yanma reaksiya tənliyi yazın. Tam yanma deyir. O zaman C2 H6 o da 1. C2 H7 N yazıram. Üstə gəlsə O2 yazıram. Bunu bayaq yazmışdıq edəyəsin. CO2 H2O N2. Səhv vermirəmsə bura 4 idi. 8 4 2 bura 4 7'nin 28'i 2'ye bölsək 14. Hə belə idi. 8 2'nin 16 üstə 14 elədir. 30 15 bəli. Tam yanma reaksiyası baxın budur. Biraz belə yazaq. Plus 15 O2. Deməli qaz qarışığının deyir ki, X maddəsi tam yanmasına alınan qaz qarışığı adi şərait artırmaya götürülür. İndi burada alınan qaz qarışığı karbon qazı və azotdur. Cəmi 10 moldur.
Və bu qarışığı əhəng su ilə keçirdikdə, artıq bunu dəfələrlə dedik, karbon qazı qalacaq əhəngli suda, artıqlaması ilə götürülmüş əhəngli suda, azot isə qabı tərk edəcək. Yəni qaz qarışığının həcmi 10 molun 8 molu CO2 şəklində əhəng suda qalır, 2 mola gəlir. Qaz qarışığının həcmi 10-dan 2-yə gəlir, 8 mol azalır. Bu da faiz olaraq 8 bölü 10 vur 100 eləyəcək. Bu da eləyir 80%. Məsələn, sual oluna bilər ki, biz bunun neçə mol olduğunu verməyib. Niyə 8-dən 2-yə görə eləyirik? Ümumiyyətlə, maddə molu nə qədər azalsa və ya artsa, bu alınan CO2-dən azotun da molu o qədər artıb, o qədər azalacaq. Yəni, bu nisbət dəyişmədiyi üçün bu faiz də dəyişməyəcək. 18-ci sual. Eyni mol miqdarda götürülmüş anilin C6H5NH2 və benzol C6H6-dan ibarət qarışıq 2400 qram 4%li bromlu su. 2400-ün 4%. Deməli, 2400-ü vururam 0,04-ə. 2-dən 0 bununla getsə, 24-ü 4-ə. 24 vur 4 yazıram. Özümü yormayacam. 96 edir deyəsən. 96 qram brom var o bromlu suyun içində. Və buradan da biz bilirik ki, benzol A şərtdə bromlu suyu rəngsləşdirməz, anilin rəngsləşdirir. Anilin də 1-in 3-ə nisbətdə bromlu suyu tam rəngsləşdirir. Yəni C6, 3 hidrogen buradan azalır. H2, brom 3, 2, 4, 6, tribrom anilin NH2, üstə gəlsin 3 mol H brom şəklində reaksiya. İndi 96 qram brom tam reaksiya girib və eyni mol miqdarda idi. Eyni mol miqdarda. Molla tapaq, sonra qrama gətirərik. 3 vur 100, 60-la 1 mol reaksiya girsə 96 ilə x mol deyək. Xatırladım ki, benzolum da x moldur. X bərabər olacaq. Bura 480 eləyir. Bu 96, 480, 0,2 eləyir. Bəli də. X bərabərdə 0,2 mol. Deməli, anilin 0,2 molsa, benzol da 0,2 mol. Baş verən reaksiya tənliyi yazmışam. Qarışığın kütləsini istəyir. İlahi, heç olmasa bunları verərdiniz də. Bunu MR hesablamaq. C6H5 NH2. Bir dəqiqə. C6H6. Benzol 78'dir. Bu yadımda qalıb. Buradan 1 çıxsaq. 77, o da 16. Ümid deyirəm ki, səhv hesablamıram. Və bunların hərəsi də neçə moldur? 0,2 moldur. 0,2 mol bu var, 0,2 mol bu var. 93-dən 78-i toplayacağım. 1, 171 vuracağım 0,2'ye. Bu da 34,2 qram eləyəcək. Ümid edirəm ki, hesablamaları səhv eləməmişəm. Çünki yolu tamamilə düzdür. Ola bilər hesablamada xəta olsun, onu da özünüz fikir verərsiniz. 19-cu suala gəlirik. Nəhayət az qalıb. Bu reaksiyada 9 qram X maddəsinin hanı burada nitro birləşmələri hidrogenlə reduks etdikdə nə alınır? Amin alınır. Doymuş birli amin alınır. Yəni mənim alacağım burada formul CnH2n plus 1 NH2'dir. Bu aminin formulu, X-in formulu. Bu da H xlorla CnH2n plus 1 NH3 xlor formullu bir duz verir. Və 9 qramı, bu maddənin 9 qramı 7,3 qram H xlorla reaksiya girir. Mola gətirib də baxa bilərdim. 14-dən üstə gəlsin 17 isə 36,5. Buradan bir dənə vergül çıxarsam, bunu 90 eləyərəm. Rahat hesaba görə. Bu 2 eləyər. 14-dən üstə gəlsin 17 bərabərdir 45-ə. N2 eləyər. Etil amin. Deməli, N müəyyən edin N2 və X maddəsinin beynəlxalq nomenklatura ilə adlandırın. Bu etilamin. Yəni amin etan.
Etilamin onun beynəlxalq adı deyil. Amin etan. X maddəsinin H xlorla reaksiya təmini C2H5 NH2 üstün yazsın H xlor C2H5 NH3 xlor. Yaxşı olar ki, bura bir dənə transkripsiya qoyasınız. Etil amonium xlorid. Və nəhayət son sual. 37.5 qram nitroalkan tam reduksiyası nəticəsində alınan suyun miqdarı 0.2 tam yanmasından alınan suyun mol miqdarına bərabərdir. Nitroalkan, bax bu reaksiyatda bunu deyir. Bəli. Və 0.5 mol etilenin tam yanmasından alınan suyun. Etilen C2H4'dür. Etilen tanıyırıq, birinci onu yazaq. Bu yanında CO2 və su verir. Heç mən oksigen mənə burada lazım deyil. Bu 0.5 mol etilamindən 0 çox bu qısa oldu deyə və məsləhət heç bilmirəm özüm uşaqları belə yazmağa. Amma özüm çox qısa yollarla yazıram. 1-dən 2 alınırsa, əgər 0.5-dən də x bərabərdir 1 mol alınır. Deməli 1 mol su alınır. Yəni 0.5 mol etilenin tam yanmasından 1 mol su alınır. Və bu 37.5 qram nitroalkanın tam reduksiya nəticəsində alınan suyun mol miqdarına bərabərdir. Yəni demək ki, 37.5 qram nitroalkanın tam reduksiyasından 1 mol su alınır. Nitroalkan CnH2 plus 1 NO2 CnH2 bu plus 1 idi. Mən bunu minus kimi bayaq görmüşdüm. Bu mən qarışdırmışdım. Bəli. Deməli CnH2 plus 1 NH2 və su alınır. Əmsallaşdırma aparsaq, oksigen görə bura 2 atarıq. 2 o da 4, 6, 3 atarıq. 37.5 qramdan 1 mol su alınıb. 14-dən üstün yazsın 47-dən 2 mol su alınıb. 37.5-i 2-yə vurub, bu MR-ə bərabər eləsək, 37.5, 38-i 2-yə vuranda neçə edirdi? 76, 77. 14-ün üstün yazsın 47 bərabərdir, 77. Düz hesablayıram. Məsəl səhv gedirik. Bir dəqiqə, kalkulatorsuz eləməyək də. 37, onda 5 vurulsun. 75 edirik. Mənim hesablarıma baxdı. 75-dən də 47 çıxıb 2-yə bölsəm N2. Alınan aminin kimyəvi formulu C2H5NH2. Və amin molekulunda karbon atomunun hibrid orbitallarının sayı. Amində karbonlar sp3 hibrid vəziyyətdədir. Hər sp3 karbonda 4 hibrid orbital olur. 2-ni də 4-ə vursaq 8 sp3 hibrid orbital olacaq. Birin cavabı 2, ikinci cavabı 8 olmaqla son sualımız da belə həll olunacaq. Aminin kimya formulunu istəyir. N istəmirmiş. Kimya formulu C2H5NH2 və buradan da 8 hibrid orbital. Bu qədər. Nəhayət son sualın izahı. Sağ olun, hələlik.